Naməlum nömrələrdən daxil olan zənglərə diqqətlə yanaşın. Ani diqqətsizlik maddi vəsaitlərinizin itirilməsi ilə nəticələnə bilər. Bank kartınıza dair məlumatları, o cümlədən PIN kod və digər məxfi məlumatlarınızı heç bir halda başqa şəxslərlə paylaşmayın. Texniki dəstək adı ilə edilən zənglər zamanı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığını dəqiqləşdirin. Özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları və ya şifrə tələb etməsi dələduzluq əlamətidir. Belə hallarda zəngi dərhal dayandırın. Qısa müddətdə yüksək qazanc vədləri əksər hallarda dələduzluq məqsəd daşıyır. Bu kimi təkliflərə inanmayın. Naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarınızın ələ keçirilməsi ilə nəticələnə bilər. Yalnız etibarlı mənbələrdən istifadə edin. Kart məlumatını WhatsApp-da istəyənlərə inanmayın. Saxtadır. Heç bir bank və ya təşkilat nümayəndəsi bu məlumatları nə mesajla, nə də zənglə soruşur. Risklə üzləşdiyiniz halda dərhal xidmət göstərən banka və polisə məlumat verin. Şəxsi məlumatlarınızı qoruyun. Kiber təhlükəsizlik hər bir vətəndaşın məsuliyyətidir. Dələduzluq hallarına qarşı ayıq olun. Şəxsi məlumatlar açardır. Onu başqalarına vermə.